Qoç bürcü noyabr 2025 aylıq bürc şərhi. Əziz Qoç, noyabr ayı həyatınızı yaxşılaşdırmağa kömək edəcək düzəlişlər etməklə bağlıdır, eyni zamanda arzularınız və hədəflərinizlə əlaqə qurmaq üçün də güclü bir aydır. Bu ay daha dərin mövzulara diqqət yetirirsiniz və səthi cavablarla kifayətlənmirsiniz. İş, münasibətlər və maliyyə sahələrində araşdırma aparmaq, tənzimləmələr etmək və ya yenidən dəyərləndirmək üçün mükəmməl zamandır. Xüsusilə ayın 4-dən etibarən planet idarəçiniz Mars bürcünüzlə uyğun hərəkət etdiyi üçün əhvalınız yüksək olacaq. Münasibətlərdə yaxşılaşan siqnallar və daha aydın şəxsi məqsədlər sizi məmnun edən bir aya səbəb olur. Münasibətlərdə yaşadığınız bir çox anlaşılmazlıqlar öz-özünə həll olmağa davam edir. Ümumilikdə özünüzü yenidən yola qayıtmış və həyatınızı idarə etmək üçün daha hazırlıqlı hiss edirsiniz. Lakin səyahət və ya təhsil ilə bağlı qərarlar verməkdə bir qədər təzyiq hiss edə bilərsiniz. Keçmişdən bəzi məsələlər üzə çıxa bilər və bu da baxış bucağınızı dəyişə bilər. Noyabr ayının enerjiləri mürəkkəb ola bilər. Lakin irəli atılmaq əvəzinə müşahidə edib düşünmək, hər şeyin öhdəsindən gəldiyinizi hiss etməyinizə kömək edə bilər. Ayın 20-sindən sonra maliyyə ilə bağlı yeni başlanğıclar sizi gözləyə bilər. Lakin vəziyyətlər maliyyə strategiyalarınızı yenidən nəzərdən keçirməyi tələb edə bilər. Borc və kreditlər, həyat yoldaşınızın gəliri və ya maliyyə dəstəyi ön planda ola bilər. Ehtiras dolu layihələr sizi cəlb edə bilər və ya həyatınızdakı xüsusi biri ilə yaxınlığınızı artırmaq mühüm rol oynaya bilər. Bu ay müşahidə aparmaqla çox şey qazanacaqsınız, lakin eyni zamanda sizi gündəlik rutininizdən uzaqlaşdıracaq bəzi fəaliyyətlərə də maraq göstərə bilərsiniz. Adətən enerjinizi səpələmək istəmirsiniz və bu, ağıllı bir yanaşmadır. Merkuri 9 Zundan 29 Zuna qədər geriyə hərəkətdə olacaq və bu dövrdə nəşr layihələrinizi, maliyyə vəziyyətinizi, öhdəliklərinizi və bölüşülən resurslarınızı yenidən nəzərdən keçirmək məqsədə uyğun ola bilər. Bəzi insanlar üçün keçmişdəki yaxın bir münasibət yenidən qiymətləndirilə və ya dəyərləndirilə bilər. Lakin bu baxış müsbət dəyişikliklər və yenilənmiş ümid hissi gətirə bilər. Nəqliyyat və səyahətlərdə mümkün gecikmələrə hazır olun və məktəb, müraciət və müsahibələrlə bağlı diqqətli davranın. Əgər səbirsizsinizsə, texniki məsələlər və ünsiyyət zamanı adi vaxtlardan daha diqqətli olun və uzunmüddətli zərərə səbəb ola biləcək qısa yollardan uzaq durun. Cədvəllərinizə xüsusilə diqqət yetirin. Həm maliyyə, həm də emosional baxımdan böyük qərarlar verməzdən əvvəl, hər şeyi daha aydın görə bilənə qədər gözləmək daha yaxşı olar. Planlar və ya dəstəklər keçən ayki qədər ümidverici görünməyə bilər, lakin yaxşı xəbər odur ki, baxış bucağınızı daha real hala gətirməyiniz gələcəkdə sizə mükafat qazandıracaq. Yupiter də bu ayın 11-də geriləməyə başlayır. Bolluq planeti son aylarda ev layihələrinizə və ailə həyatınıza güclü və coşqulu enerji gətirib və gətirməyə davam edəcək. Bununla belə mart ayına qədər davam edəcək. Bu geriləmə bir qədər yavaşlamağınız və planlarınızı dəyişməyiniz lazım olduğuna işarədir. Coşqu biraz azala bilər, lakin bu yavaşlamalar sizə planlarınıza fərqli baxışla baxmaq və gələcəkdə daha inamla irəliləmə imkanı verəcək. Yenə də noyabr ayında məşğul ola bilərsiniz. Bəzi baxımlardan həyatınız bu ay çox daha həyəcan verici hala gəlir. Macəra, öyrənmə, inkişaf və genişlənmə ruhunuzu idarə edən Günəş 9-cu evinizə yönəldikcə, bu sahəyə getdikcə daha çox diqqət yetirirsiniz. Merkuri 18-nə qədər bu sahədə olacaq, Mars ayın 4-də bu sektora daxil olacaq, Günəş 21-də, Venera isə 30-da. Bu ay getdikcə daha macəraçı olur və kiçik narahatlıqlardan çox böyük mənzərəyə diqqət yetirirsiniz. Venera 6-sından 30 Zuna qədər yaxınlıq sektorunuzdan keçir və sevgi xüsusi, səmimi və ehtiraslı olur. Həyatınızın bu nöqtəsində başqalarından sizə gələn gözəl şeylər olduğu üçün təklif edilərsə dəstəyi qəbul edin. Daha dərin, daha mənalı münasibətlərə və qorxularınızı, ehtiraslarınızı və zəif tərəflərinizi daha dərindən anlamağa vurğu edilir. Bu ayki dolunay və yeni ay, həmçinin pul, sərhədlər, dəstək və sahibliklə bağlı mövzuları həll etməyə təşviq edir. Gəlir mənbələrinizdəki dəyişikliklər bu prosesin bir hissəsi ola bilər. Bəzi qarışıqlıq hissləri və ya həddindən artıq məşğul olma nəticələri olsa da, kainat sizi daha nizamlı, sabit və təhlükəsiz bir həyat tərzi qurmağa çağırır ki, daha dərin ehtiyaclarınızı araşdırmaqda özünüzü daha azad hiss edəsiniz. Noyabr ayının son həftəsində Saturn və Merkuri birbaşa hərəkətə keçir və siz də irəliləyiş əldə etdiyinizi güclü şəkildə hiss edirsiniz. Saturnun birbaşa hərəkəti kiçik bir reallıq dozası gətirsə də, eyni zamanda daha çox güclü və aydınlıq da gətirir. Keçmişinizdəki bəzi hadisələrin və ya faktların yenidən üzə çıxması ilə üzləşmə vaxtı ola bilər. Harada dayandığınızı bilmək, daha yaxşı planlar qurmağınıza kömək edə bilər. Yavaş, amma əmin addımlarla mənfi vərdişlərinizi və münasibətlərinizi arxada qoymaq üçün özünüzü daha hazırlıqlı hiss edəcəksiniz. Tədricən özünüzü daha bacarıqlı və aydın fikirlə hiss edəcəksiniz. Buğa bürcü noyabr 2025 aylıq bürc şərhi. Əziz Buğa,
Noyabr ayında xüsusilə münasibətlərə, tarazlığa və ahəngə diqqət yetirirsiniz, lakin lazım gələrsə, biraz daha dərinə enib problemlərin kökünə varmağa da hazırsınız. Şəxsi transformasiya və yaxın münasibətlər bu ayın güclü mövzularıdır. Yenə də adi haldan fərqli olaraq, bəzi anlaşılmazlıqlar, maneələr və uyğunlaşma prosesləri ola bilər. Həyatınızdakı insanlarla aktiv qalmağınız vacib görünür, əks halda gərginlik arta bilər, lakin siz bu dövrün açıqlığını və səmimiliyini qiymətləndirirsiniz. Ümumilikdə, mehriban davranışınız müsbət təcrübələr yaradır. Qarşılıqlı əlaqələrinizdən çox şey öyrənəcəyinizi gözləyə bilərsiniz. Bu dərslər birbaşa dərs şəklində olmaya bilər. Həyatınızdakı birinə verdiyiniz reaksiyalardan və ya əməkdaşlıqlarınızdan əldə etdiyiniz hisslər və daxili anlayışlarla bağlı ola bilər. Son vaxtlar münasibətlərə çox enerji sərf etmiş ola bilərsiniz və noyabr ayında bu enerji daha da artacaq, bəlkə də böyük bir dönüş nöqtəsi ilə nəticələnəcək. Bununla belə, Mars ayın 4-ndə ortaq münasibətlər sektorunuzdan çıxaraq 8-ci Günəş evinizə keçəcək, Günəş 21-ində, ardından isə Venera 30-unda eyni yolu izləyəcək. Bu keçidlər bir münasibəti və ya layihəni dəyişdirmə, sağaltma və inkişaf etdirmə istəyinin artdığını göstərir. 6-sına qədər gündəlik rutinlərinizdə və işlərinizdə isti və xoş bir enerji olacaq. İşinizdən, ev tapşırıqlarınızdan və ya məsuliyyətlərinizdən daha çox zövq almağın yollarını tapa bilərsiniz. Ayın 5-ində baş verəcək. Dolunay bürcünüzdə reallaşır və bir münasibətdə istiqamət dəyişmək üçün kosmik bir təkan və ya aydınlanma gətirir. Bu ay, bəzi hallarda münasibət ehtiyaclarınızı yenidən dəyərləndirmənizə səbəb ola bilər. Həmçinin, bu dolunay bir məsələ ilə bağlı əslində nə hiss etdiyinizi kəşf edəcəyiniz bir ən-övvə emosional dövrünə gətirib çıxara bilər. Bu dolunay hisslərinizi üzə çıxarır və həyatınızda nələri qaçırdığınızı anladığınızda kiçik bir şəxsi böhrana yol aça bilər. Bu həyəcan verici və maarifləndirici olsa da, dərhal danışmağa başlamamağa diqqət edin. Ehtiraslar alovlana bilər, lakin qürur da işə qarışa bilər və insanlar hadisələri çox şəxsi qəbul edərək gərginlik yarada bilər. 9-undan 29-una qədər Merkuri Günəşin 8-ci evindən başlayaraq daha sonra ortaq münasibətlər sektorunuza geri dönəcək şəkildə geriyə hərəkət edəcək. Dəstək, borc, gəlir və ya yaxın münasibətlə bağlı gecikmə və ya ikiləşmə yaşana bilər. Bu vəziyyət dekabr ayına qədər tam həll olunmaya bilər, lakin müvəqqəti həlləriniz yenə də yaradıcı və dəyərli ola bilər. Ümumilikdə, noyabr ayı planlarınızı irəlilətməkdən çox, tənzimləmələr aparmaq, özünüzü yenidən istiqamətləndirmək, işləri qaydaya salmaq və müşahidə etmək üçün daha uyğun aydır. Uran planeti ayın 7-sində bürcünüzə son turu üçün geri qayıdır. İyul ayında resurslar sektorunuza keçmək üçün ayrılan Uran daha sonra geriyə hərəkətə başlamışdı və indi bürcünüzdəki son dövrəsini tamamlamaq üçün yenidən daxil olur. Uzun illərdir sizi təsir edən bu həyəcan verici, dəyişiklik yönümlü və bəzən gərgin mövqedən dərs çıxarmaq üçün güclü bir dövrdür. İdeal halda daha müstəqil olmuş və həyatınızda dəyişikliklər etməyə daha az müqavimət göstərən biri halına gəlmisiniz. Uran bu dəfə 2026 ilin aprel ayında bürcünüzdən tamamilə çıxacaq. Son vaxtlar Yupiterin ünsiyyət sektorunuzda olması ilə yeni maraq sahələrinin arxasınca gedir və bir çox yeni şeylər öyrənirsiniz. Bu vəziyyət 2026 ilin 30 iyun tarixinədək davam edəcək. Ümumilikdə, öyrənmək və əlaqə qurmaq üçün güclü bir zamandır. Lakin Yupiterin 11 noyabr-10 mart tarixləri arasında geriləməsi ilə, hələlik daha çox layihəyə başlamaq və ya genişlənmək əvəzinə, mövcud layihələrə diqqət yetirməyin və idarəni əlinizə almanın vaxtı gəlmiş ola bilər. Nəyə daha çox diqqət yetirməli olduğunuzu daha aydın görə biləcəksiniz. Nəticə etibarilə bu, təbii ki, sizin xeyrinizə olacaq. Ünsiyyətdə güclü faydalar var, lakin çox danışarsanız və ya çox əlaqə qurarsanız özünüzü yükləyə bilərsiniz. İndi nəyə və haraya üstünlük verəcəyinizi müəyyənləşdirmək üçün yaxşı zamandır. Ayın 20-sində baş verəcək. Yeni ay bir ortaq münasibətə və ya əlaqə məqsədlərinizə yeni enerji gətirəcək və ya bir ittifaqı təşviq edəcək. Bu, münasibətlərinizi bərpa etmək və yaxınlıq ehtiyacınızı xatırlamaq üçün bir zamandır. Ay irəlilədikcə maliyyə məsələləri daha da önəm qazana bilər və ya dəstək, asıllıq və bağlılıq mövzuları üzə çıxa bilər. Noyabr ayında yaxın ətrafınızda hərəkətlilik ola bilər. Pul və G üzəci dinamikalarının düzəldilməsi lazım gələ bilər. Lakin bu ay xüsusi biri ilə daha çox həyəcan və yaxınlıq yaşaya bilərsiniz. Saturn və Merkuri ayın 27-sinə və 29-unda birbaşa hərəkətə keçdikdə bir dostluq daha da aydınlaşacaq və yarımçıq qoyduğunuz bir təşəbbüs və ya plan irəliləməyə başlayacaq. Ortaq inanc və maraq sahələrinə əsaslanan iş qrupları və ya dostluqlar vasitəsilə öyrənmək və başqaları ilə əməkdaşlıq etmək üçün əla fürsətlər ola bilər. Üzə çıxan həqiqətlər dostluqların, layihələrin və ya uzunmüddətli bir planın, arzunun və ya məqsədin gerçəkliyini daha yaxşı anlamanıza kömək edəcək. Həmçinin, məsuliyyətlərinizi yerinə yetirmək üçün də əla formadasınız. Əkizlər bürcü noyabr 2025 aylıq bürc. Əziz əkizlər, noyabr ayında rutinləriniz, sağlamlığınız, işiniz və gündəlik vəzifələriniz sizin üçün güclü bir diqqət mərkəzi olacaq.
Xüsusilə ayın ilk 3 həftəsində bu mövzular diqqətinizdə olacaq, lakin heç vaxt diqqətinizdən yayınmayacaqsınız. Detallara diqqət yetirmək və problemləri həll etmək ön planda ola bilər və bu sizə fayda gətirəcək. Həyatınızdakı kiçik şeyləri qaydaya salmaq, özünüzü daha inamlı və uğurlu hiss etməyinizə böyük töhfə verəcək. Ayın 5-də baş verəcək dolunay xüsusilə hələ də həll olunmamış və artıq həll edilməli olan xüsusi bir məsələni işıqlandırır. Hazırda əldə etdiyiniz məlumatlar, mənəvi, yaradıcı və düşüncəli fəaliyyətlərə daha çox vaxt ayırmağın vacibliyini göstərə bilər. Bu anlayışlar işinizə olan motivasiyanızı və ilhamınızı yenidən alovlandıra bilər. Dincəlmə və düşünmə ehtiyacınızı laqeyd yanaşmısınızsa, bu tarixdə xüsusilə yorğun və həssas hiss edə bilərsiniz və bu da nəticədə dəyişiklik etmək üçün yeni planlar qurmanıza səbəb ola bilər. Bu dolunay ətrafındakı enerji azalması təbiidir. Ay irəlilədikcə motivasiyanızı tədricən bərpa etməyiniz mümkündür. Mövcud münasibətlər 9-dan etibarən bir qədər uzaq və ya qarışıq ola bilər. Merkuri geriyə hərəkətini ilk olaraq ortaq münasibətlər sektorunda edəcək və həm idarəçiniz, həm də ev sektorunuzun planeti kimi həyatınızın bu sahələrində bəzi gecikmələr yaşaya bilərsiniz. Unutmayın ki, bunlar müvəqqətidir və ağıllı həll yollarına gətirib çıxara bilər. Merkuri 29-una qədər geriyə hərəkətdə olacaq, lakin 18-ində iş və sağlamlıq sektorunuza geri dönəcək. Həm iş, həm də şəxsi partnyorunuzun köhnə məsələləri yenidən gündəmə gətirməsi və ya qərarsızlığının həyatınızda bəzi prosesləri yavaşlatması mümkündür. Xüsusilə 18 ila 29 noyabr tarixləri arasında sağlamlıq və ya iş mövzularında vəziyyətlər qeyri-müəyyənləşə bilər. Buna baxmayaraq, keçmişdə gözünüzdən qaçan detalları görmək şansına sahib olacaqsınız və bu, sonradan daha düzgün qərarlar verməyinizə kömək edə bilər. Yupiter də bu ayın 11-ində geriləməyə başlayır. İş, gəlir, birbaşa münasibətlər və ya maliyyə məsələlərində bəzi nəzərə çarpan gecikmələr, dayanma halları və ya azalan bir coşqu hiss edə bilərsiniz. Lakin bu dövr eyni zamanda bəzi layihələri nəzarət altına almaq və yeni layihələrə başlamaqdansa, mövcud olanlara üstünlük verərək onları təkmilləşdirmək üçün də yaxşı bir zamandır. Bu dövrü dəyərləndirdiyiniz üçün sonradan məmnun qalacaqsınız. Yaxşı ki, Venera 6-dan 30-una qədər iş və sağlamlıq sektorunuzu gücləndirəcək və gündəlik rutinlərinizdə daha çox harmoniya və zövq tapmağınıza kömək edəcək. Eyni zamanda noyabr ayında astroloji xəritənizdə dostluqlar, əməkdaşlıq və yaxın tərəfdaşlıqlar getdikcə daha vacib bir mövzuya çevrilir. Merkuri 18-inə qədər qarşıt bürcünüzdə, Mars 4-dən etibarən, Günəş 21-dən etibarən və Venera noyabr ayının son günündə bürcünüzə daxil olacaq. Bu səbəbdən vacib bir insan vasitəsilə öz cəsarətinizi tapırsınız və ya işləri həll etmək üçün uyğunlaşmalar qurmaqla məşğul ola bilərsiniz. Həyat yoldaşınızla və ya tərəfdaşınızla birlikdə görəcəyiniz fəaliyyətlər diqqət mərkəzinizdə ola bilər. Bu dövrdə bir münasibət və ya tərəfdaşınız sizin hərəkət etmək arzunuzu əks etdirə bilər. Əgər münasibətlərdə uzun müddətdir mövcud olan gərginliklər varsa, artıq onları görməzdən gələ və ya dözə bilməyəcəyiniz bir dövrdəsiniz. Xoşbəxtlikdən fikir ayrılıqlarını aradan qaldırmaq üçün ixtiyarınızda alətlər var, lakin Merkuri 9-dan 29-una qədər geriyə hərəkət edəcəyi üçün səbir və həssaslıq tələb olunur. Bəzi qarışıq siqnallar və ya idarə olunmalı məsələlər ola bilər. Tam sürətlə irəlilədiyiniz anda ünsiyyətin kəsildiyini və ya yavaşladığını hiss edə bilərsiniz. Yeni ay, gündəlik rutinlərinizə, gündəlik işinizə və ya sağlam həyat məqsədlərinizə yeni bir başlanğıc etmək üçün sizə təkan gətirir. Sağlamlığınızı yaxşılaşdırmaq üçün işinizə və ya xidmətlərinizə yeni yanaşmalar axtarın. Köhnə problemlərinizi və narahatlıqlarınızı yenidən düşünməyə və həyatınızı daha yaxşı idarə etməyə imkan verəcək alternativlər indi üzə çıxa bilər. Bu dövrdə müəyyən bir layihəyə və ya işinizə yeni baxış bucağından baxmaq şansınız olacaq və bu yeni baxış gələcəkdə möhtəşəm ideyaların yaranmasına səbəb ola bilər. Şəxsi inkişafınıza diqqət yetirirsiniz və bu yeni başlanğıc sizə ilham və motivasiya verə bilər. 27-dən etibarən Saturn geriyə hərəkətini dayandırdıqda peşəkar və nüfuz məsələləri və ya məqsədləriniz yavaş amma əmin addımlarla aydınlaşır. Bu, planetin karyera və nüfuz sektorunuzdakı keçidinin son mərhələsini göstərir. Fevral ayında tam 26 il geri dönməmək şərti ilə bu sahəni tərk edəcək. Yenidən yoluna girməsi biraz vaxt alsa da, bu sahələrdə incə, lakin aydın irəliləyişlər müşahidə edə bilərsiniz. Bu bir növü reallıq testi ola bilər, lakin eyni zamanda həqiqətən nəyin mümkün olduğunu da müəyyənləşdirəcəksiniz. Həyatınızı sadələşdirmək vacibdir və bu, sizi doğru yola yönəltməyə kömək edəcək. Yaşam tərzinizdə dəyişikliklər etmək, əsasən ürəyinizlə uyğun olduğu üçün uğurlu olacaq. İdarəçiniz Merkuri, cəmi 2 gün sonra düz hərəkətə dönəcək və irəliyə doğru bir hərəkət hissi sizinlə olacaq. Xüsusilə biraz nizam, intizam və analiz apardıysanız, praktiki məsələlərdə irəliləyişlər görəcəksiniz. Növbəti ay burclar haqqında vaxtında məlumat almaq istəyirsənsə, kanala abunə olmağı və bildirimləri açmağı unutmayın.